Herkese Samut'ta kanalıma videomu hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video için önceden kanala destek olmak için abone olabilirsiniz. Videomu beğenirse like edebilirsiniz. Hem için dostlar Telegram kanalımıza gelebilirsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, şəxsi analizlər. Burada da gördüyünüz kimi qrupun qaydalarını təyin etmişik ki, hər həftə istədiyiniz bir səhmin video formatda fundamental texnik analiz, həmçinin hər ay yeni bir səhim tanıtım və s. Yəni bu kimi qaydalarımız da var. Yəni Azərbaycanda, regionda ümumiyyətlə bəlkə Asiya qitəsində belə qaydalar görməmisiniz dostlar. Avropanı deyə bilmərəm. Yəqin Avropada da yoxdur. Yəni qarşıma çıxmayıb düzü. Türk deməli səhm yatırımcılarından və s. də qarşıma çıxmayıb belə bir şeylər. Yəni Azərbaycanda, regionda, qitədə sizə ən yaxşı necə deyərlər, xidməti göstərməyə çalışıram ödənişsiz olaraq. Həmçinin qrupumuz da var ki, minimum 500 dollarlıq investisiya büdcəsi olanlar gələ bilərlər. Yəni qrupumuzda həm kiçik səhmlər paylaşırıq dostlar. Bu kiçik səhmlər sizlərə 200, 300, 400% qazanc verə bilərlər və bu yüksək ehtimalı olan səhmləri təbii olaraq paylaşıram. 2 ildən artıq olan təcrübəmə əsasən, hətta 3 il demək olar. Həmçinin digər səhmlərimizi də paylaşıram və qrupda aylıq minimum 50% böyüməni təmin etməyə çalışırıq ki, 50% böyüməni təmin edəndə burada da yazılan kimi 50% hesabatı təmin etməsə ödəniş alınmır. Yəni belə bir şəffaf qaydalarımız var dostlar. Əgər 500 minimum 500 dollar yatırım büdcəniz varsa bu qrupa da gələ bilərsiniz. Gördüyünüz kimi portföyünüzü təhlükəsizlik altına ala bilərsiniz dostlar. Çünki həqiqətən də mən görmüşəm ki, yəni neçə dənə deməli bu kanalın izləyiciləri olsun və s. ətrafında olsun, səhmləri yatırım edirlər və həddən artıq ziyanlar edə bilirlər dostlar. Yəni öz qərarları ilə, məlumatsız, təcrübəsiz qərarları ilə həddən artıq ziyan edə bilirlər. Mən sizə bunu minimuma endirməyə çalışıram dostlar və bunun da qarşılığında simvolik olaraq, təbii olaraq ödəniş alma haqqım var. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərlə penny stocklar haqqında danışacağım. Penny stocklar deməli gəlin burada ümumiyyətlə ABŞ birja hissə sənədlərinə, daha doğrusu səhmlərini keçək. Burada gəldik, hissələrə vurduq və hissələri açıldı. Penny stocklar nədir dostlar? Penny stocklar 1 dollardan aşağı olan şirkət səhmləridir. Və bugün nədən danışacağım əsasən? Bundan danışacağım ki, biz penny stockları deməli mənfi tərəfləri və müsbət tərəfləri necə müəyyənləşdirək? Yəni mən bu videonun arxasındakı şəxs Mustafa, Eldar və yaxud kimsə bu insan necə təyin etsin ki, Indif Limited Class A şirkət səhmləri artacaq, yazılacaq? Bunu necə təyin etsin? Bu videoda bu haqda ətraflı danışacağım dostlar. Deməli, İlk öncə dostlar, penny stock ümumiyyətlə səhmlərdə belə bir şey var. Analiz dərəcələndirməsi deyilən bir şey var. Yəni proqnoz var. Yəni Wall Street-in və yaxud digər məsələn fond şirkətləri var ki, digər məsələn Bank of America var və digər banklar, fond şirkətləri, yəni bunların analiz deməli proqnozçuları, yəni Azərbaycan dilində desək proqnozçuları proqnoz verə bilirlər. Yəni belə bir hüquqları var şirkət səhmlərində və bunların da proqnoz verdiyi şirkətlər var gördüyünüz kimi. Güclü al, güclü al. Güclü al o deməli ki, yəni buna proqnoz verib ki, məsələn gələk bu şirkətə. Düzdür, bu proqnoz %100 düzdür deyə bir şey yoxdur. Məsələn, burada proqnoz veriblər ki, neçə nəfər verib? Bir nəfər verib gördüyünüz kimi güclü al verib. Proqnoz verib ki, bu şirkət səhmi 3.75 USD olacaq. Bəli, buna proqnoz verir və proqnoz vermə səbəbini də tam açıqlanmır burada əslində. Lakin burada da az gəlir artımından görə bilərik ki, 2027-də səhm başına xalis olaraq müsbətə çıxacaq şirkət. Yəni buna uyğun olaraq proqnoz verilir. Gördüyünüz kimi xalqa açıq hissələr də az. Cəmi cümlətanı 8 milyondur. Yəni bu 8 milyonu adi retail investor belə bütün şirkət səhmlərinin bu şirkətin ala bilər. Belə, yəni gördüyünüz kimi burada xalqa açıq 57%, yaxından tutan 42%. Yəni az olduğu üçün şirkət səhmi yaxından, yəni insiderlərin şirkətçi deməli səhmdarların da sayı 43%, 42.99. Belə, nədən danışıram dostlar? Bəli, güclü haldan danışırdım. Yəni şirkət deməli bu proqnozçular güclü hal verə bilirlər müəyyən səbəblərə görə, lakin bu artacaq deyə bir şey yoxdur. Dediyim kimi müsbətə çıxacaq deyə verə bilirlər, səhm sayı azdır deyə verə bilirlər. Əsasən dərman şirkətlərində və yaxud sağlamlıq texnologiyasında ona görə verirlər ki, müəyyən deməli uğurlar gözləyirlər müəyyən dərmanlarında, müalicə üsullarında və yaxud cihazlarında. Belə uğurlar gözləyə bilirlər və yaxud indi texnologiyada, maliyyədə, yəni bunlara da
müəyyən göstəricilərinə uyğun gözləyir. Lakin bunların hamısı %100 qalxacaqmı? Xeyr, əksinə sizə deyim, yəni əksəriyyəti o performansı vermirlər dostlar. Belə. İkinci nədir? İkinci nədən danışıram? Birinci proqnoz dərəcələndirmələrindən danışdım. Sizə deyim ki, dostlar, son aylarda, son 5-6 ayda bazarı izlədiyim, yəni demək olar mən hər gün ilk yuxudan duran kimi bazara baxıram yəni. Yəni bu artıq günlük rutin kimi bir şeydir. Yəni deyim ki, sizlərə bir də axşam 12-yə qədər bazar açıq olur çünki. Bir də deyim sizə, deməli burada dərəcələndirmə yox bölümü var dostlar. Dərəcələndirmə yox, o deməkdir ki, yəni dərəcələndirmə verməyiblər, proqnoz verməyiblər. Lakin sizlərə onu deyim ki, dediyim kimi son 5-6 ayda bazara baxışıma əsasən görürəm ki, bu şirkətlər, yəni dərəcələndirmə olmayan şirkətlər daha yüksək artım keçə bilirlər. Yəni bu da maraqlı faktdır. Bunun da təbii səbəbləri var. Əslində keçən videoda da danışmışdıq səbəblərini. Məsəl üçün bu şirkətin dəyəri 6 sentdir. Bu şirkət 5 gündə 37 sent qalxıb. Gördüyünüz kimi bu şirkət məsələn 3 sent olsun, 3 sentdir. Tutaq ki, bu gördüyünüz 25 iyun tarixində. Bu şirkət 6 sent olanda deməli 200% qazanc verib dostlar. Yəni penny stokların böyük qazanc faizi bundan ibarət olur. Yəni bundan buna əsasən böyük qazanclar ola bilər penny stoklarda. Məsəl üçün dediyim kimi 3 sentdən cəmi 3 sent qalxanda bu şirkət 200% qazanc verə bilər və bunun bütün hissələri xalqa açıqdır, maraqlıdır. Və gördüyünüz kimi cəmi 13 milyon hissəsi var. Cəmi 13 milyon. Yəni elə də çox deyil. Yəni ki, dostlar, siz əgər həqiqətən də texnologiya ilə bağlı müəyyən borcları aşağı olan, müəyyən maliyyəsini təmin edə bilən və əsasən Çin şirkətlərindən dostlar uzaq durun. Həqiqətən Çin şirkətləri adamı peşman edən tərzdədir. Çünki ABŞ investorları Çin şirkətlərinə yatırım etmirlər və Çin şirkətlərini də necə deyərlər, bazarda linçləyirlər, türklər demiş. Ona görə də Çin şirkətlərindən uzaq durun, texnologiya şirkəti olsa belə. Yəni texnologiyası yaxşıdırsa, maliyyəsi yaxşıdırsa, borcları aşağıdırsa, Nasdaq deməli xəbərdarlıq var. Buna da baxın ki, Nasdaq xəbərdarlığı verilibmi, verilməyibmi? Çünki bölünmə eləyə bilər, tərs bölünmə eləyə bilər, nəticədə dəyəri çox aşağı düşə bilər. Və ona görə də bu kimi faktlara, bu kimi dəyərlərə önəm verin və nəticədə penny stokları seçə biləcəksiniz dostlar. Düzdür, mən də deyə bilmərəm ki, mükəmməl seçirəm penny stokları. Təbii mükəmməl seçmirəm, amma dostlar, o demək deyil ki, siz buradan 10 dənə səhmi götürüb hərəsinə 10 dollar vursanız biri 100x eləyəcək. Yəni bu o eləyə bilər. Eləyə bilər, biri də eləyər, ikisi də eləyər, beşi də eləyər. Heç kim buna zəmanət vermir. Lakin ikisi də sıfırlaya bilər pulunuzu, üçü də sıfırlaya bilər, dördü də, beşi də sıfırlaya bilər. Yəni məsəl üçün siz bu səhmi 6 sentdən aldınız. Bu səhmi düşdü 1 sentə. Nə olacaq? 90% dəyər itirəcəksiniz. 12 sentdə düşdü, 10 sentdə pulunuz sıfırlandı. Yəni belə dostlar, pul sonsuz deyil təbii olaraq. Təbii ki, bu səhim 1 sentə qədər düşə bilər. Lakin bu səhim 3 sent 1 sentə qədər düşənə qədər, yəni sizin pulunuz artıq sıfırlanmış olur. Yəni 100 dollarınız 1 sent olur. Yəni bu kimə lazımdır? Təbii heç kimə lazım deyil. Ona görə də dostlar, şirkət səhmləri seçərkən dediyim kimi borclanma faizlərindən, Nasdaq xəbərdarlıqlarına, Çin şirkəti olmamasına, maliyyə mənbələri tapılmasına və proqnoz dərəcələndirmələrinə də hardasa fikir verin dostlar. Bugünkü video bu qədər. Ümid edirəm maraqlı oldu. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənədək.